Sabahınız xeyir, hörmətli izləyicilər. Bugün sizinlə mənəm Süleyman Həmidov və bugün siyasi icmalımızda mövzular boldur. Elə istəyirəm ilk növbədə regionumuzdan, Cənubi Qafqazdan başlayayım. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra bildirdi ki, Qarabağ hərəkatının yenidən diriltməyə cəhdi Ermənistan dövlətçiliyinə təhlükədir və bu dağıdıcı bir rol oynayacaq. Gələcəkdə əgər belə bir cəhd olacaqsa, parlamentdə çıxışı zamanı Ermənistan hökumətinin rəhbəri bildirdi ki, Ermənistan Respublikası müstəqilliyini elan eləyəndə 90-cı illərdə bu zaman Qarabağ probleminin həllinə yönəlmiş bir dövlət modeli hazırlanıb və qalan hər şey bu fikrə qurban verilib. Nikol Paşinyan əvvəlcə bu fikirlə razı olsa da, sonradan əlində olan faktlara əsaslanaraq başa düşüb ki, bu proses dağıdıcı xarakter daşıyacaq əgər davam edərsə. Və qeyd eləmək lazımdır ki, Nikol Paşinyan bir neçə gün bundan öncə də qeyd elədi ki, Ermənistanın yeni konstitusiyasında artıq müstəqillik bəyannaməsinə hər hansısa bir istinad olmamalıdır. Ümumilikdə təbii ki, bu fikirlər maraqlıdır, amma eyni zamanda qeyd eləmək lazımdır ki, həmin o müstəqillik bəyannaməsində Azərbaycanın ərazilərinə bir iddia var. Bu səbəbdən bu proseslərin özləri Bakıda maraq doğurmaya bilməz, eyni zamanda müzakirə doğurmaya bilməz. Elə bu səbəbdən biz bu mövzuda Azərbaycanlı siyasi şərhçilərlə həmsöhbət olmuşuq. Elə indi istəyirəm bu mövzuda Ermənistandan gələn bəyanatlara dair fikirləri bizə Fikrət Sadıqov çatdırsın. Əgər belə sülhpərvər bəyanatlarla çıxış edirsə Paşinyan, onda gərək əməl etsin bir sıra Azərbaycanın şərtlərinə, bir sıra Azərbaycanın qanuni tələblərə. Onda konstitusiya dəyişiklik etməlidir. Azərbaycana qarşı ərazi iddialar indiyənə qədər konstitusiyada əks olunub Ermənistanın. Bəs bu ərazi iddialarla nə etmək lazımdır? Bunu biz göz yummalıyıq buna. Təbii ki, biz göz yummayacağıq. Tələbimiz tam mənada əsaslıdır və əgər o həqiqətən sülhpərvər bir şəxsdirsə, siyasətçidirsə, onda tezliklə bu məsələni həll etməlidir. Hörmətli tamaşaçılar, təbii ki, Nikol Paşinyanın fikirləri maraq doğurur, amma Nikol Paşinyanın ümumiyyətlə Ermənistan hökumətinin fikirlərinə, açıqlamalarına, ümumiyyətlə səmimiliyinə şübhə ilə yanaşmamaq da olmur. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi bu proseslərə sülh tərəfindən yanaşdığını göstərməyə çalışsa da, digər tərəfdən faktlar əksini deyir. Faktlar isə ondan ibarətdir ki, Ermənistan son illərdə sürətlə silahlanmağa davam eləyir və bir neçə gün bundan öncə Stokholmda yerləşən sülh problemlərinin təhlili mərkəzinin açıqladığı məlumata görə Hindistan Müdafiə Nazirliyinə istinadən son illər ərzində, xüsusilə 2022-2024-cü illər ərzində Ermənistanın Hindistandan aldığı silahların ümumi dəyəri 600 milyon dollara çatıb. Bu illər ərzində 2022-2024-cü illərdə Ermənistanın aldığı ümumi silahların 43%-i məhz Hindistandan əldə edilib və xüsusilə onu qeyd eləmək istərdim ki, 2016-2018-ci illər ərzində bu rəqəm sıfıra bərabər olub və bir neçə il ərzində Ermənistan Hindistandan bu həcmdə silah alıb və qeyd eləmək lazımdır ki, bu rəqəmlərlə Hindistan Rusiyanı keçib Ermənistana silah tədarükündə. Digər tərəfdən isə onu qeyd eləmək lazımdır ki, Avropada Ermənistanın silahlandırılması, digər tərəfdən Ermənistanın ordu quruculuğu prosesində aktiv şəkildə iştirak eləyir. Bu ildə Avropa Sülh Fondu tərəfindən Ermənistana 20 milyon avro göndərilməsi planlaşdırılırdı. Amma bilirsiniz ki, bu prosesin ümumilikdə həyata keçirilməsi üçün Avropa İttifaqı ölkələri daxilində bu mövzuya dair bir konsensus əldə olunmalıdır. Buna baxmayaraq Macarıstan bu il bu prosesə razılıq verməyib və veto qoyub bu prosesə. Xatırlatmaq istəyirəm ki, ötən il bu proses baş tutmuşdu. Avropa Sülh Fondundan Ermənistanın hərbi ehtiyaclarına 10 milyon avro dəyərində bir vəsait ayrılmışdı. Həmin ildə ötən il bir
neçə ay ərzində Macarıstan, rəsmi Budapeşt bu prosesi əngəlləyirdi. Çünki rəsmi Macarıstan bildirirdi ki, eyni yardım, eyni həcmdə yardım Bakıya da olunmalıdır, Azərbaycana da olunmalıdır. Lakin bir neçə aydan sonra Avropa İttifaqından Macarıstana vəd verildi ki, başqa bir mənbədən Azərbaycana da eyni vəsait veriləcək mina problemlərinin həlli istiqamətində. Hazırda isə Budapeşt hələ ki bu prosesi əngəlləməyə çalışır, əngəlləyir daha doğrusu və Ermənistana bu il 20 milyon avronun ayrılmasına hələ ki qadağa qoyur. Digər tərəfdən qeyd eləmək lazımdır ki, son günlərdə dünyanın siyasi səhnəsində qlobal təhlükəsizlik və iqtisadi proseslərə dair mühüm hadisələr baş verib, bu proseslər zənginləşib. Mühüm mövzulardan biri Ukraynada gedən müharibənin həlli ilə bağlı olan mövzular olub. Ötən gün Fransada paytaxt Parisdə Amerika Birləşmiş Ştatlarının nümayəndələri Emmanuel Macron və Ukrayna nümayəndələri ilə görüş keçiriblər. Ümumilikdə qeyd eləmək lazımdır ki, Parisdə baş tutan bu görüş dünya liderlərinin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində aparılan və bu müharibəni sona çatdırmaq üçün atdıqları mühüm addım kimi qiymətləndirilib. Digər tərəfdən qeyd eləmək lazımdır ki, Avropa, Amerika və Avropa İttifaqı daxilində baş verən anlaşılmazlıqlar fonunda bu ölkələr Ukraynaya yardım etməyə davam etmək istəyirlər və Rusiyaya qarşı çıxış eləmək istəyirlər. Amma hələ ki, istər Avropa daxilində, istərsə də Amerika və Avropa arasında yekun bir konsensus əldə olunmur. Çünki Avropa İttifaqının daxilində baş verən fikir ayrılıqlarından biz danışsaq, qeyd eləyə bilərik ki, Fransa yerüstü qoşunların göndərilməsinin tərəfdarıdır Ukraynaya. Britaniya isə bu məsələdə fərqli düşünür. Onlar hesab eləyirlər ki, Ukraynanın hava və dəniz sularını qorumaq lazımdır. Bu arada qeyd eləmək lazımdır ki, Almaniya Ukraynaya Taurus raketlərinin göndərilməsi ilə bağlı bir sıra açıqlamalar verib. Bundan bağlı biz bir neçə gün öncə danışmışdıq. Amma Almaniyada yerləşən böyük hərbi konservlərinin rəhbərləri qeyd eləyirlər ki, Ukraynanın hazırda Taurus kimi raket sistemləri, ona oxşar raket sistemləri var və eyni məsafəyə atış eləmək qabiliyyətində olan digər raketləri və silahları var. Xüsusilə mən qeyd eləmək istərdim ki, Rheinmetall konserninin rəhbəri bu fikirdədir. Bu səbəbdən hələ ki Taurus raket sistemlərinin Ukraynaya göndərilməsi məsələsi öz həllini tapmayıb. Rusiya tərəfdən isə Mariya Zakharova bildirib ki, əgər Taurus raket sistemlərindən Rusiya ərazisinə hər hansısa bir zərbə indirilərsə və Rusiyanın hər hansısa bir obyekti bu raket sistemindən atış nəticəsində zədələnərsə, bu rəsmi Berlinin Kiyev tərəfində vuruşduğu anlamına gələcək və rəsmi Moskva buna müvafiq cavab verəcək. Elə bu arada qeyd eləmək istəyirəm ki, Ukraynanın Rusiyanın yeni zərbələri ilə bağlı, daha doğrusu Rusiyanın Ukraynaya yeni zərbələr endirəcəyi ilə bağlı məlumatlar verilib. Ötən gün Ukrayna rəhbərliyi tərəfindən brifinqdə çıxış edən Zelenski qeyd elədi ki, Pasxa bayramı ərəfəsində yeni zərbələr baş tuta bilər, vəziyyət yenidən gərginləşə bilər. Elə Ukrayna prezidentinin brifinqindən danışmışkən qeyd eləmək istəyirəm ki, dünən Zelenski bir sıra ittihamlarla yadda qaldı. Əvvəlcə Ukrayna prezidenti Çini ittiham elədi. Bildirdi ki, hazırda Çin Rusiyaya silah tədarük eləyir Ukraynaya qarşı istifadə eləmək üçün və qeyd elədi ki, Ukraynanın xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə hazırda Çin Xalq Respublikası Rusiyaya xüsusilə artilleriya sursatları, mərmiləri, eyni zamanda digər vasitələr, barıt xüsusilə göndərir. Qeyd eləmək lazımdır ki, daha bir ittihamla ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff üzləşib. Ukrayna prezidenti bildirib ki, son günlərdə Steve Witkoff, yəni ABŞ nümayəndəsi bu müharibədə Rusiyanın tərəfini saxlayır, Rusiyanın mövqeyindən çıxış eləyir və Putinin ritorikasını təkrarlayır. Zelenski hesab eləyir ki, Steve Witkoffun Ukrayna əvəzinə hər hansısa bir qərar vermək səlahiyyəti yoxdur. Ukraynanın torpaqları ilə bağlı hər hansısa bir qərar vermə səlahiyyəti yoxdur. Çünki bu torpaqlar Ukraynaya, Ukrayna xalqına və Ukraynada yaşayacaq gələcək nəsillərə aiddir. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, ötən gecə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yeraltı sərvətlərə dair memorandum imzaladı. Amma hörmətli tamaşaçılar, qeyd eləmək istəyirəm
istəyirəm ki, bu sadəcə memorandumdur. Biz bunu tərəflər arasında bağlanmalı olan sazişlə səhv salmamalıyıq. Bəs saziş özü nə vaxt imzalanacaq? Donald Trumpın ötən gün bildirdiyinə görə bu sazişin yekun mətni aprelin 24-də imzalanacaq tərəflər arasında. Memorandum isə bu saziş çərçivəsində tərəflərin bir növ niyyətini özündə əks elətdirir. Ötən gün Donald Trump İtaliyan lideri Giorgia Meloni ilə mətbuat konfransı keçirdi Ağ Evdə və burada bir sıra məsələlərə toxundu. Elə toxunduğu məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsi idi və bildirdi ki, Donald Trump Rusiyadan cavab gözləyir bu həftə ərzində Ukraynada atəşkəslə bağlı. Biz də indi yaxın günlərdə görəcəyik Rusiya bu təkliflərə, ümumilikdə Amerikanın atəşkəslə bağlı təkliflərinə hansı cavabı verəcək. Trump onu da vurğuladı ki, bir həftə ərzində bu müharibədə 2500 nəfərə yaxın insan həyatını itirir. Məhz bu səbəbdən tezliklə müharibəni dayandırmaq vacib və zəruridir. Trumpın toxunduğu məsələlər arasında İranla münasibətlər də yer alırdı. Bununla bağlı jurnalistlər çoxsaylı suallar ünvanladı. Xüsusilə Amerikanın İrana hücum məsələsi ilə bağlı maraqlı məsələ ondan ibarətdir ki, Donald Trump bildirdi ki, Tehranın nüvə proqramına görə Vaşinqton hələ ki İrana hücum etməyi planlaşdırmır. Yəni bu prosesi həyata keçirməyə tələsmir. Çünki Donald Trump hələ ki inanır ki, Tehran yaxın günlərdə, yaxın müddətdə Amerika Birləşmiş Ştatları ilə razılığa gələ biləcək. Xüsusi olaraq xatırlatmaq istəyirəm ki, ötən gün Omanın Xarici İşlər Nazirliyi açıqladı ki, aprelin 19-unda Amerika Birləşmiş Ştatları və İran İslam Respublikasının nümayəndələri arasında danışıqların ikinci turu 19-u keçiriləcək aprelin 19-unda və İtaliyanın paytaxtı Romada baş tutacaq bu danışıqlar. Hörmətli tamaşaçılar, bugünlük bizdən bu qədər. Növbəti efirlərdə sizə daha ətraflı məlumatlar verəcəyik siyasi dünyada baş verən hadisələrlə bağlı. Sağ olun, salamat qalın.